Salam əziz şagirdlər. Bugün bərabərsizlər və bərabərsizlər sisteminə başlayacağıq. Bir xeyli uzun bölmədir. Bugünkü izahımız birinci başlıq ədədi bərabərsizlər və onların əsas xassələri olacaq. Bildirmək istəyirəm ki, dərslərə qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz. Birinci sualla başlayıram uşaqlar. Birinci sual: 2 qat bərabərsizlik verilib 2 dənə. X-in qiymətləri 5 və 7 parçasındadır. Y-in qiymətləri isə 3 və 6 parçasındadır. X, Y hasilinin daxil olduğu aralığı tapmalısınız. Yəni, X, Y hasilinin ən kiçik qiymətini sol tərəfə yazmalıyıq. Ən böyük qiymətini sağ tərəfə yazmalıyıq. Sol tərəfdə ən kiçik qiymət yazmaq üçün gərək X, Y-ə vuranda cavab kiçik alınsın deyə X-in də ən kiçik, Y-in də ən kiçik qiymətlərini götürüb yazasınız. Yəni, X-dən 5-i, Y-dən də 3-ü. Ən böyük qiymət alasınız deyə gərək X-dən də böyük qiyməti seçəsiniz. Yəni, 7 X-in ən böyük qiymətidir. Y-dən də ən böyük qiymət seçəsiniz. Yəni, 6-nı. Onda belə çıxır ki, X, Y hasili 15-dən böyük ədədlər, 42-dən kiçik ədədlər olacaq. 15, 42 də bura daxildir. 15, 42 parçası hər iki tərəfə qapalı interval qoyuruq. Deməli, burada nəyi yadınızda saxlaya bilərsiniz uşaqlar? X ədədi A ilə B-nin arasındadır, Y də C ilə D-nin arasındadır. Deməli, X vurulsun Y hasilini soruşursa, təbii ki, burada X də müsbət bir ədəddir, Y də müsbət ədəddirsə, bu qayda keçərlidir. Ən kiçik qiymət A vur C, yəni 6-6 vurursunuz. Ən böyük qiymət isə B vur D olacaq. Bunu belə yadınızda saxlayırsınız. Deməli, testin cavabı olur Y variantı. Keçirik ikinci sualımıza. A da mənfidir, B də mənfidir. İfadələrdən hansının qiyməti ən böyük olar? Ən yaxşı araşdırma üsulu A-ya da B-yə də ədəd verin, mənfi ədəd verin. Ürəyiniz istəyən. Məsələn, A-ya deyək mənfi 2, B-yə deyək mənfi 3. Mənfi ədədlər verin, yerinə qoyun, hesablayın. A variantını hesablayırsınızsa A-B hasili. A-nı B-yə vuranda 6, üstəgəl 9 bölünsün, 5 çıxılsın A, yəni mənfi 2. Bu edəcək 15 bölünsün 7. Müsbət bir ədəd aldım. Keçirəm B-yə. Ən böyük soruşur. AB bölünsün B çıx 5. AB hasili mənfi 2-ni mənfi 3-ə vuranda birbaşa 6. B çıxılsın 5, yəni mənfi 3 çıxılsın 5. 6-nı bölürsünüz mənfi 8-ə, bu mənfidir. 0-dan kiçikdir, 0-dan böyükdür. C-yə baxaq. A üstəgəl B. A üstəgəl B mənfi 2 ilə mənfi 3-ün cəmi mənfi 5. B 5 çıxılsın B, 5 çıxılsın mənfi 3. Olur mənfi 5 bölünsün 8. Bu da mənfi ədəd oldu. Görünür ki, cavabınız A olacaq. Bunların testi qoymaqda məqsədi olub ki, 4-ü mənfi çıxacaq. Yəqin biri müsbət, onu götürəcəyin. Baxaq görək D-də nə deyir? A çıx 3. A mənfi 2-dir. Mənfi 2-dən 3 çıxacaq. 5 üstəgəl AB hasili. Mənfi 2-ni mənfi 3-ə vuranda 6. Yəni, mənfi 5 bölünsün 11. Bəli, uşaqlar, bu da mənfi oldu. Y variantına baxaq. B çıx 9. Yəni, mənfi 3 çıx 9. 9 çıxılsın A mənfi 2. Yuxarı mənfi, aşağı müsbət. Mənfini müsbətə bölündə mənfi. Gördüyünüz kimi müsbət bir dənə A-nı almışıq. Deməli, ən böyük qiymət A variantının qiyməti olacaq. İkinci sualın cavabı A. Üçüncü suala baxırıq. A müsbət bir ədəddir, B isə mənfi ədəd. İfadələrdən qiyməti hansı ən kiçik olar? Ədəd qoyaraq da yaza bilərsiniz, düşünərək də. Yəni, A müsbətdir, B mənfidir, müsbəti mənfiyə vuranda, məsələn, burada bu mənfi eləyəcək. Müsbəti mənfiyə vurursunuz. 5 çıxılsın, mənfi 1 ədəd. Mənfi B mənfidir. Mənfinə mənfi müsbəti verəcək. Məxrəc də müsbət olur. Məxrəc müsbət olur. Mənfini müsbətə böləndə cavabınız mənfi olur. Bu belə. O birlərə baxaq. A, B hasili. Mənfini müsbətə vuranda sürət müsbət. Məxrəci B-dən 3 çıxanda. Məsələn, B-nin yerinə mənfi 2 olduğunu düşünün, A-nın yerində 3.
Ürəyiniz istəyən ədədləri qoya bilərsiniz. Mənfi 2-dən 3 çıxanda mənfi. Müsbəti mənfiyə vuranda nəticəniz mənfi olacaq. Bax, bunu da mənfi aldınız. Birincini də mənfi aldınız. Baxaq C-yə. A-dan deyir B-ni çıx. 3-dən mənfi 2 çıxdığınızı düşünün. 3 üstəgəl 2 eləyəcək. Sürət müsbət. 1-dən B-ni çıxın. 1 çıx mənfi 2 müsbət. Müsbəti müsbətə böləndə müsbət. C-ni müsbət almışıq. Hər iki C ən böyüdür bunların içində. 5-dən B çıx. 5-dən mənfi 2 çıxanda çıx mənfi üstəgəl 2-ni verəcək. Yəni sürət müsbət olur. A üstəgəl 3, A-da müsbət ədəddir. Müsbəti müsbətə böləndə yenə müsbət. Ən kiçiyini soruşur bu arada. Ən kiçiyini soruşub uşaqlar. A-la B-ni bir də yoxlayacağım. Bura baxaq. A üstəgəl 7 deyir. A üstəgəl 7, 3-ün üstünə 7 gələndə eləyəcək müsbət. 4-dən də B, yəni 4 çıxılsın mənfi bir ədəd müsbət. Müsbəti müsbətə böləndə müsbət. Mən A-la B-ni mənfi almışdım. Bir də yoxlayım uşaqlar bunu. A-B hasili mənfidir. Birində 5 çıxılsın B-dir. Müsbət, yəni mənfini müsbətə böldüm. Mənfi düşür. Burada B-də düz yazmamışam. A-B hasilinə müsbət yazmışam. B variantında fikir verin. A-nı B-yə vuranda A müsbətdir, B mənfidir. Müsbəti mənfiyə vuranda mənfi olur. Mənfini mənfiyə bölsəniz müsbət olacaq. Deməli 4-ü müsbətdir. Bir dənə mənfi A variantında verilib. Ədədləri qoyub da yoxlaya bilərsiniz. İşarələrlə müsbət, mənfi də yaza bilərsiniz. Ən kiçiyini soruşurdu. Cavab A variantı olacaq. 4-cü suala baxırıq. A-nın qiyməti 2-dən böyük, 5-dən kiçikdir uşaqlar. B-nin qiyməti isə 0 ilə 3-ün arasındadır. Bizə deyir 2B bölünsün A ifadəsinin qiymətlərini tap. Qiymətləndirməliyik bunu. İlk öncə 2B-ni tapmalıyam. B-nin, bax bunun hər tərəfin 2-yə vuracam. Müsbət ədədə vurduğum üçün bərabərsizlik işarələri öz yerində qalacaq. 0-ı 2-yə vuranda 0, 3-ü 2-yə vuranda 6. A-nı olduğu kimi köçürdürəm bura. A-nı aşağıda yazım, gətirim. Belə. 2B-ni A-ya bölməliyəm uşaqlar. 2B-ni A-ya bölürəmsə mən, bunun intervalını yazacağımsa, sol tərəfdə ən kiçik ədəd yazmalıyam. Mən ən kiçik ədədi tapmaqdan ötürü kiçiyi böyüyə bölməliyəm. Yəni 2B-nin ən kiçik qiymətin A-nın ən böyük qiymətinə, sürətə ən kiçik, məxrəcə ən böyük ədəd yazmalıyam ki, cavab kiçik olsun. Sağa ən böyük ədədi yazmalıyam. Ən böyük ədədi tapmaqdan ötürü gərək ən böyük ədədi ən kiçik ədədə böləm. 6-nı 2-yə. Deməli, A və B müsbət ədədlər olarsa, bölən zaman biz bunları çarpaz böləcəyik uşaqlar. Vuranda bayaq alt-alta vurmuşduq birinci sualda. Böləndə necə böləcəksiniz? Çarpaz. Deməli, 2B bölünsün A ədədi. 0-ı 5-ə böləndə 0, 6-nı 2-yə böləndə 3. 0 və 3 aralığında yerləşir. Cavab olacaq A variantı. 5-ci sualla davam edirik. Hansı təklif doğru deyil? A variantı doğrudur. Nəyə görə? A böyükdür. B-ni sağ tərəfə keçirdirsə işarəsi müsbət olur. A böyükdür B-dən. Yəni bu doğru bir ifadədir. A böyükdür B-dən deyir. C-də mənfi bir ədəddir. Bu doğru deyil uşaqlar. A B-dən böyükdürsə, əgər biz hər tərəfi mənfi bir ədədə bölürüksə, yadınızda saxlayın. A-nı da B-ni də C-yə bölün. Əgər C mənfidirsə, yəni böldüyünüz ədəd mənfidirsə, bu bərabərsizlik işarəsi əksinə dəyişəcək. Yəni arada kiçikdir işarəsi qoymalı idi. O müsbət işarəsi, böyükdür işarəsi qoyub. Deməli, yanlış olan elə B variantıdır. Gəlin niyəsini də göstərim. Məsələn, 6-nın 4-dən böyük olduğunu mən bilirəm. C-nin yerində də mənfi bir dənə ədəd dursun. Məsələn, mənfi 2. Mən 6-nı da mənfi 2-yə bölürəm. Mənfi 3 düşür də. 4-ü də mənfi 2-yə bölürəm. Bunlardan hansı böyükdür? Təbii ki, mənfi 2. Mənfi ədədlərdən modlu kiçik olan daha böyük. Gördünüz, bərabərsizlik işarəsi əksinə dəyişdi. Deməli, nə yadımızda saxlayacağıq? Əgər bərabərsizliyin hər tərəfini müsbət bir ədədə vursaq və ya bölsək, bərabərsizlik işarəsi olduğu kimi qalır. Mənfi ədədə vursaq və ya bölsək, bərabərsizlik işarəsi əksinə dəyişir. Bunu qayda dəftərinizə yazın.
6-cı suala baxaq. Hansı deyir doğru deyil? Bərabərliyin hər tərəfinin üzərinə müəyyən bir eyni ədədi gəlmək olar və yaxud çıxmaq olar. Onda bərabərlik dəyişməz. Yəni A variantı doğrudur. Hər tərəfin üzərinə C gəlib, baxın. Və yaxud hər tərəfdən C çıxıb. Yəni siz bu C-lərə islah apara bilərsiniz. Yenə A, B-yə bərabər qalacaq. Buradan da C-ləri sağdan soldan götürə bilərsiniz. Yenə A, B-yə bərabər olacaq. Doğrudur. Deyir ki, A, B-yə bərabərdir. B, C-yə bərabərsə, təbii ki, A da C-yə bərabərdir. Burada B-nin yerinə C əvəzləməsi yazan zaman zaten görünür. Bu da doğrudur. Bax, bunlar ikisi doğrudur. A, B-dən böyükdür. B, C-dən böyüksə, A, C-dən böyükdür. Bu da doğrudur. Gəlin, ədədlərini göstərək. A deyir, B-dən böyükdür. Məsələn, 5 olsun, B-də 4. İndi B-də C-dən böyükdür deyir. B-yə 4 demişdirsə, yenə 4 deməliyik. C-də 3 olsun. Sonra bizə deyib ki, A, C-dən böyükdür. Həqiqətən baxaq görüyor, deyirmi? A, 5-dir, C, 3. Bəli də 5 3-dən böyükdür. Bu da düzdür. Deyir ki, A, B-dən böyükdür, C sıfırdan fərqlidir, A, C, C-yə vurubdur hər tərəfi. A, C böyükdür, B, C-dən. Budur yanlış olan uşaqlar. Nəyə görə? A, B-dən böyük bir ədəddir. Siz hər tərəfi C-yə vursanız, C əgər müsbət bir ədəddirsə, vuranda A, C böyükdür, B, C olacaq. Yox, əgər C mənfi ədəd olsaydı, uşaqlar vuranda hər tərəfə A-nı da, B-ni də C-yə vuranda bərabərlik işarəsini dəyişib yazmalıydınız. Bayaq dediyimiz kimi, əgər bərabərliyin hər tərəfi mənfi bir ədədə vurursa, bərabərlik işarəsi dəyişəcək. Bizim əslində bərabərliyimiz A böyükdür, B idi də. Yox, əgər müsbət ədədə vurursunuz, elə böyükdür olaraq qalacaq. Amma burada C-yə demir müsbət və ya mənfi, həmişə saxlayıbdır böyükdür. Bu həmişə böyükdür olmayacaq. C-nin işarəsinə görə dəyişəcək. Y-də nədir? A böyükdür B-dən, C kiçikdir D-dən. Gəlin, Y-ni də göstərək. A B-dən böyükdür. C-nin D-dən kiçik olmağı, D-nin əslində C-dən böyük olmağı deməkdir. Bu D-ni birinci, C-ni ikinci yazıram ki, bu bərabərlik işarələri alt-alta düşsün eyni istiqamətdə. Deyir ki, A çıx C, B çıx D-dən böyükdür. Bəli, çıxanda uşaqlar çarpaz çıxırıq, yadınızda saxlayın. A çıx C, böyükdür, B çıx D-dən. Bu doğrudur. Toplayanda alt-alta, çıxanda çarpaz. Yadımızda saxlayaq. Bu doğru ifadə edir. Biz yanlışı axtarırdıq, variantımız D olacaq. Niyəsini də burada göstərdim sizə. 7-ci suala baxaq. Bizə deyir ki, A böyükdür 0-dan. Məsələn, 1 olsun. B kiçikdir 0-dan olsun mənfi 1. C də 0-dan böyükdür. Tutaq ki, 2 olsun. Ürəyiniz istəyən ədədlərindən götürüb işləyə bilərsiniz. Hansının qiyməti müsbətdir? Ədədlərlə də işləyə bilərsiniz. Elə birbaşa da yaza bilərsiniz. A müsbətdir, B mənfidir, B müsbətdir. Uşaqlar, 2 müsbəti müsbətə vuranda müsbət, ortada bir dənə mənfi varsa, yekun cavab mənfini verəcək. B variantına baxanda A müsbətdir, B mənfidir. Müsbəti mənfiyə vuranda mənfi. B mənfidir, C müsbətdir. Mənfini müsbətə vuranda yenə mənfi. Bu götürdüyüm ədədləri yerinə qoyub yoxlaya bilərsiniz uşaqlar. A müsbət. B mənfi olsa belə kvadratı müsbət, C yenə müsbət. Deməli 3 müsbətin hasili müsbət olacaq. Bura baxaq. A kvadratı müsbət, B üstü 4 müsbət. Çünki A-nı istəyir müsbət olsun, istəyir mənfi. Uşaqlar, qüvvətdə cüt ədəd varsa onun cavabı müsbət eləyəcək. C müsbət. 3 dənə müsbəti bir-birinə vuranda müsbət, amma qarşıdakı bu mənfi, onların hasili mənfi edəcək. Müsbət bir dənə D variantıdır. A, B kvadratı, C. Verdiyimiz ədədləri qoyub yerinə yoxlayaq. B-nin kvadratı mənfi 1-in kvadratı, vur C. C-ni də yazaq da 2 demişdik. Mənfi 1-in kvadratı 1-dir, vur 2. Deməli, yekun cavabımız 2 olacaq. Keçirəm 8-ci suala. Nə deyir 8-də? Eyni məntiqlə yanaşacaq. A müsbətdir, B mənfidir, C müsbət. Hansı müsbətdir, onu axtarırıq. Baxın, B mənfi ədəddir, 0-dan kiçikdir. C isə müsbət. Mənfini müsbətə vuranda mənfi edər, yekun cavab. Deməli, variant bu deyil. Müsbəti axtarmalıyıq.
A müsbətdir, B mənfi. Müsbəti mənfiyə vuranda nəticə mənfi olar. Bu da getdi. A müsbətdir, B-nin kvadratı mənfi bir ədədin kvadratı uşaqlar. Məsələn, mənfi 3-ün kvadratı mənfi 3 vurulsun mənfi 3 deməkdir. Mənfi mənfiyə vuranda müsbət edir. Mənfinin kvadratı müsbət olduğu üçün yekun cavab burada müsbət olacaq. Yəni 8-ci sualın cavabı olacaq C variantı. 9-cu sualla davam edirik. Deyir ki, A müsbət, B müsbət, C müsbət. Üçü də müsbətdir. A, B, C ədədlərini müqayisə edin. A böl mənfi 1 bərabərdir B böl mənfi 3 bərabərdir C böl mənfi 2. Uşaqlar, A da müsbətdir, B də müsbətdir, C də müsbətdir. Müsbəti mənfi ədədə böləndə mənfi bir ədəd eləyəcək. Deməli, yekunda bunların cavabı hansısa bir mənfi ədəd olmalıdır. Ürəyiniz istəyən bir mənfi ədəd yaza bilərsiniz. Məsələn, mənfi 1 yazıram. Nə istəyirsinizsə yaza bilərsiniz, amma mənfi olmaq şərtində. İndi A-nı mənfi 1-ə böləndə mənfi 1 düşürsə, deməli A neçədir? 1. B-ni mənfi 3-ə böləndə, B-ni mənfi 3-ə böləndə mənfi 1 düşürsə, deməli B 3-dür. 3-ü mənfi 3-ə böləndə mənfi 1 düşür. C-ni mənfi 2-yə böləndə mənfi 1 düşürsə, deməli C 2-dir. Deyir, bunları müqayisə edin. Ən kiçiyi hansıdır? A. Sonra C, sonra B. A, C, B şəklində düzülüşü tapmalıyıq. Cavab C variantı. 10-cu suala baxırıq. Onda deyir ki, uşaqlar, A da mənfidir, B də mənfidir, C də mənfidir. A böl mənfi 2 bərabərdir B böl mənfi 5 bərabərdir C böl mənfi 3. Bax, A da mənfidir, B də mənfidir, C də mənfidir. Mənfini mənfiyə böləndə, A-nı deyir mənfi 2-yə bölümdə. Mənfini mənfiyə böləndə nisbət müsbət olmalıdır. Bunların cavabları müsbət bir ədəddir. Məsələn, nə götürək? 2 götürək, 3 götürün, 10 götürün, nə istəyirsinizsə, fərq etməz. A-nı mənfi 2-yə böləndə 2 düşürsə, bax, A böl mənfi 2 bərabər 2-dirsə, deməli A mənfi 4-dür. Sonra B-ni mənfi 5-ə böləndə 2 düşürsə, B böl mənfi 5 bərabər 2-dirsə, deməli B mənfi 10-dur. C-ni götürüb yazaq. C-ni mənfi 3-ə böləndə 2 düşürsə, deməli C mənfi 6-dır. Bunu əslində şifahi yazmalısınız uşaqlar. Mən sadəcə olaraq bəziləriniz yaxşı başa düşmürsünüz deyinə bunları ətraflı yazdım. Deməli, ən kiçiyi orada B-dir. Çünki modulu, mənfi ədədlərdən modulu böyük olan ədəd, yəni böyük görünən ədəd kiçikdir. Sonra C, sonra A gələr. B kiçikdir, C kiçikdir, A, B variantı olacaq. 11-ci suala baxaq. A ilə B-nin cəmi 3-dür. B isə mənfi 7 ilə 7 arasındadır. Bizə deyir A-nı qiymətləndirin. Burada B-ni tapmalıyıq. Sağ tərəfə A-nı keçirdəndə 3 çıxardı. Burada gətirib yerinə yazaq. B yazma, yerinə yaz 3, çıxılsın A. Hansı ədədlərin arasındadır? Mənfi 7 ilə 7-nin. Bu iki qat bərabərsizliyi həll etmək üçün birinci hər tərəfdən 3-ü çıxmalıyam. Baxın, bu 3-ü çıxmalısınız. Ya da belə deyək də, hər tərəfin üzərinə mənfi 3 əlavə etməlisiniz. Mənfi 3, mənfi 3, mənfi 3. Mənfi 7 ilə mənfi 3 bir yerdə mənfi 10-u verir. Burada mənfi 3 əlavə etdiyiniz zaman mənfi 3 ilə müsbət 3 sıfırlanır, mənfi A qalır. Sağ tərəfə 7-nin üzərinə mənfi 3 əlavə edəndə 4. A-nı tapmaq üçün hər tərəfi mənfi 1-ə vurmalıyıq. Və biz bayaq da qeyd etdik, əgər bərabərsizliyin hər tərəfini mənfi bir ədədə vurursunuzsa və yaxud bölürsünüzsə, bərabərsizlik işarəsi əksinə dəyişəcək. Çünki fikir verin, mənfi 10-u mənfi 1-ə vuranda müsbət 10, 4-ü mənfi 1-ə vuranda mənfi 4 düşür. Deməli, 10 mənfi 4-dən böyükdür deyənə, böyükdür işarəsi 10-a tərəf olmalıdır. Deməli, bunu belə də saxlaya bilər, bunu belə də yaza bilər. A bərabərlik işarəsini dəyişər, mənfi 4-ü burada yazar, onu burada yazar. Bax, bu iki yazılış eyni yazılışdır. Cavaba görə müəyyən edəcəksiniz. Cavabda ikinci cür yazıbdır. Cavab C variantı. 12-ci suala baxaq. A kiçikdir. A çıx B bərabərdir 4-dən 12-də. Sonra deyir A kiçikdir 5-dən, böyükdür mənfi 5-dən. B-ni tapın.
B-ni tapmaq üçün buradan ilk öncə A-nı B ilə ifadə etməliyik ki, gətirib burada yerinə yazaq. Baxın, burada A-nın yerinə gətirib yazıram. 4 üstəgəl B, sonra mənfi 5 ilə müsbət 5-i olduğu kimi yazıram. Hər tərəfə mənfi 4 əlavə etməliyəm. Mənfi 4. Burada mənfi 4, burada əlavə etməliyəm deyib müsbət yazıram. Mənfi 4 ya da ki, hər tərəfdən 4 çıxmalıyam mənasında da başa düşə bilərsiniz. Mənfi 5 ilə mənfi 4, mənfi 9-u verir. Burada mənfi 4, müsbət 4-lər gedəcək. Orada çəkmirəm üstündən xət, bilin ki, gedir. 5 ilə də mənfi 4, müsbət 1. Deməli, B-miz mənfi 9 ilə 1-in arasında yerləşir. Mənfi 9, 1, A variantı. 13-cü suala baxırıq. X ədədi 2 və 3 aralığındadır. 2Y ədədi isə 4 və 8 aralığındadır. X üstəgəl Y cəmini soruşur. Bundan ötürü X olduğu kimi saxlayırıq. Y-i tapmaq üçün hamısını 2-yə böləcəyik. Bax, bunların hər birini 2-yə bölün. Bu edir 2, ortadakı Y və sağda 4. İndi X üstəgəl Y-i qiymətləndirməliyik uşaqlar. Sol tərəfə kiçik qiyməti yazmalısınız, sağ tərəfi isə böyük. X üstəgəl Y ədədinin cavabı kiçik olması üçün gərək siz X-dən də kiçik götürəsiniz, Y-dən də kiçik götürəsiniz. Yəni, ikisindən də 2-ni götürəcəksiniz. 2 üstəgəl 2. Sağ tərəfdə isə hər iki tərəfdən ən böyükləri götürməlisiniz. 3 üstəgəl 4. Onda X üstəgəl Y olacaq 4 ilə 7 intervalında. 4, 7 cavab C variantı. Deməli, uşaqlar, yadınızda saxlayırsınız. Toplama nəticəsi sizə soruşulursa, tərəf-tərəfə toplayacaqsınız. Yəni, alt-alta. Əgər çıxmanı soruşsa, indi növbəti suallarda yəqin çıxma da olacaq. Bunu çarpaz çıxacaqsınız bu şəkildə. Toplayanda alt-alta, çıxanda çarpaz. 14-cü suala baxaq. Uşaqlar, X-in cavabı verilib, daha doğrusu 3X-in cavabı verilib. 3X-in cavabı verilibsə, biz ilk öncə X-in cavabını hesaplamalıyıq. Görək hansı intervala düşür. Bunun üçün də hamısını 3-ə bölək ki, X-i tapaq. O zaman olur X böyükdür 1-dən, kiçikdir 2-dən. Y isə zaten hazır verilib bizə 3 və 5 intervalındadır. X üstəgəl Y-in qiymətlər aralığı müəyyən olunmalıdır. Sol tərəfə ən kiçik ədəd yazılmalıdır. Ən kiçik, cəmin ən kiçik qiyməti tapmaq üçün toplananların hər ikisi ən kiçik qiyməti götürülməlidir. Ən böyük qiymətini tapmaq üçün toplananların hər ikisinin ən böyük qiyməti götürülməlidir. Uşaqlar, orada 2 ilə 5-i X, Y almadığı üçün burada bunların cəmi 7-dir də, 7-ni də almayacaq. Fikir verin. Deməli, toplayan zaman necə topladıq? Alt, alta, topla. Çıxanda çarpaz. Yadınızda saxlayın bunu. 15. A, B hasili 0-dan kiçikdir. Əgər 2 ədədin hasili 0-dan kiçikdirsə, biri müsbətdir, biri mənfi. Bizə deyir ki, A çıx B kiçikdir 0-dan. Yəni, bu demək ki, A kiçikdir B-dən. 2 ədəddən biri digərindən kiçikdir, amma hasili mənfidir. Hasil mənfidirsə, deməli, A burada mənfidir, B müsbət. A mənfi ədəd, B müsbət ədəd. B-ni C-yə vuranda cavab 0-dır. Uşaqlar, B müsbət bir ədəddir. Bunu C-yə vuranda 0 edirsə, C gərək 0 ola. Çünki müsbət bir ədədi ancaq 0-a vurduğunuz zaman 0 edər. İndi müqayisə edin deyir. Ən kiçik birinci mənfini yazırsınız. Sonra C-ni yazırsınız. Çünki 0-dır. Sonra müsbət ədədi yazırsınız. B-ni. A kiçikdir C-dən. O da kiçikdir B-dən. Cavab olacaq A variantı. 16-cı suala baxırıq. Uşaqlar, bizə deyir ki, 16-da A, B hasili 0-dan kiçikdir. 2 ədədin hasili o zaman 0-dan kiçikdir ki, biri müsbətdir, biri mənfi. Bizə deyir A çıxılsın B 0-dan böyükdür. Bu deməkdir ki, A böyükdür B-dən. Bunların da biri müsbət, biri mənfi olduğu üçün müsbət ədəd mənfidən hər zaman böyükdür. Deməli, A müsbətdir, B mənfi.
Və B vur C hasili 0-dırsa, B mənfi ədəddir. Mənfi ədədi nəyə vursam 0 edər, 0-a vursam. Ədəd gərək vuruqlardan biri 0 olsun ki, nəticə 0 olsun. Deməli, C 0-dır. Müqayisə edin deyir. Birinci mənfini yazarlar, sonra 0-ı yazarlar, sonra isə müsbəti. Ədəd oxunda 0 dayanır. Ortada. Bu tərəflər mənfidir, bu tərəflər müsbət. Deməli, B kiçikdir C-dən, o da kiçikdir A-dan. Cavabım olacaq Y variantı. 16-cı sualda Y variantı. Keçik 17-ci suala. A 2-də 1-dən kiçikdir. B kiçikdir mənfi 3-də 1-dən. Uşaqlar, gəlin bunun hər tərəfi mənfiyə vuraq. Üçüncünü. Çünki bizdən soruşulan ifadənin tərkibində mənfi C var. Bunun hər tərəfin mənfiyə vurursa mənfi C mənfi 4-də 1 olur. Bərabərsizliyin hər tərəfin mənfiyə vuranda bərabərsizlik işarəsi əksinə çevriləcək. Yadımızda saxlayırıq. Deməli, çevrilir olur, kiçikdir işarəsi. Və bizdən A üstə gəl B, çıx C soruşulur. Yəni, siz bunları tərəf-tərəfə toplasanız, zaten bu ifadəni alırsınız. A, B, mənfi C. Arada kiçikdir işarəsi var. Siz bunu tərəf-tərəfə o zaman toplaya bilərsiniz ki, bərabərsiz işarələri hamısı eyni istiqamətdədir. Bizdə də eyni formadadır. Baxın, hamısı eyni istiqamətdə. Hamısı kiçikdir işarəsidir. Toplamaq, öz işarələrlə yazmaq deməkdir. 2-də 1, mənfi 3-də 1, mənfi 4-də 1. Ortaq məxrəcimiz 12-dir. Deməli, birinci tərəfi 6-ya, ikincini 4-ə, üçüncünü isə 3-ə vurmalıyam. 6 çıx 4, 2, 2-dən də 3 çıxanda mənfi 1. Deməli, nə oldu? A üstə gəl B çıx C ifadəsi kiçikdir, mənfi 12-də 1-dən aldıq. O da edəcək B variantı. Keçirik 18-ci suala. Baxın, yenə eyni qayda ilə gedəcəksiniz. Uşaqlar, 18. A öz işarəsindədir. Elə A-nı olduğu kimi yazıram. A böyükdür 3-də 2-dən. Soruşulan ifadənin tərkibində B mənfi şəkildədir. Yəni, siz burada B-ni mənfiyə vuraraq yazmalısınız. Mənfiyə vuranda mənfi B olur. Mənfi 2-də 1-i mənfiyə vuranda müsbət 2-də 1. Mənfiyə vurduğunuz üçün bərabərsizlik işarəsini əksinə çevirib yazmalısınız. Orada kiçikdir idi, biz böyükdür yazacağıq. C isə öz işarəsi ilə qalır. C böyükdür mənfi 5-də 4. Bunların üçünü birdən soruşub sizə tərəf-tərəfə toplasanız, öz işarələri ilə yazmalısınız. Toplama öz işarələrini yazmaq deməkdir. 2-də 1 və üstə gəl mənfi 5-də 4, çıx 5-də 4 deməkdir uşaqlar. Bunların ortaq məxrəci 30 olacaq. Bunu 10-a vurasınız gərək, bunu 15-ə vurasınız, bunu 6-ya. 2-ni 10-a vurdunuz 20, üstə gəl 1, 15-ə 15, çıx 6-nı 4-ə 24. Deməli, nə olur? A çıx B üstə gəl C böyükdür 30-da. Bu 20 ilə 15 toplayanda 35, 24 də çıxanda 11. 30-da 11-dən böyük ədədlər cavab D variantı. 19-a baxaq. A 2 ilə 3-ün arasında bir ədəddir. B isə 6-da 1 və 4-də 1 arasında bir ədəddir. Deyir ki, A böl B çıx 7, üstə gəl 5 çıx A böl B ifadəsinin qiymətini sadələşdirin. 2 ilə 3-ün arasında bir ədəd götürə bilərik. Tutaq ki, 2,3, 2,4 nə istəyirsiniz də? 6-da 1 ilə də 4-də 1-in arasında 5-də 1 götürə bilərik. İndi mənə A bölünsün B-nin təqribi qiyməti lazımdır ki, bu görək hansı intervalda bir ədəddir. A-ya mən 2,4 dedim, B-yə də dedim 5-də 1. 2,4-ü 5-də 1-ə bölmək, tərs çevirib 5-ə vurmaq deməkdir. Mən bunun cavabını aldım 12. Əgər belədirsə, buranın cavabı 12-dirsə, 12-dən 7 çıxanda bu müsbət ifadədir, 5-dən 12 çıxanda isə buna 12 dedik. Mənfi ifadədir. Müsbət ifadə moduldan çıxır olduğu kimi. Mənfi ifadə isə modulun əksinə çıxır. 5 çıx A böl B-nin əksi A böl B çıxılsın 5-dir. Əksin, yəni işarələrin dəyişib fikir verin. A böl B mənfi idi, o müsbət oldu. 5 müsbət idi, mənfi oldu.
Deməli, burada A böl B-dən 2 dənə oldu. Onda olur 2A bölünsün B. Mənfi 7 ilə mənfi 5 də bizə verir mənfi 12-ni və cavabınız olur B variantı. Keçirik 20-ci suala. 20-ci sualda deyir ki, K-nın hansı ən böyük qiymətində bu aralıqların kəsişməsinə daxil olan tam ədədlərin sayı 4 olar. Deməli, biri mənfi sonsuzluqdan hansısa bir K kvadratı çıx 8K üstəgəl 24-ə qədər ədədlərdir. Baxın bu şəkildə. Özdə bunu da açıq intervalda yazırsınız. Çünki almayıb. Mötərizəyə fikir verin. Yumru mötərizədirsə deməli orada bildirir ki, həmin ədədi almayacaq. Bir də 4-dən müsbət sonsuzluq. Uşaqlar, bunların kəsişməsindən söhbət gəlsə, siz 4-ü burada götürə bilmərsiniz. Çünki 4-dən müsbət sonsuzluq burada götürüb işləsəniz, kəsişmə düşmür. Ona görə gərək 4-ü burada götürəsiniz ki, buradan müsbət sonsuzluğa qədər xətt deyəsiniz, burada müəyyən bir kəsişmə düşər. Deməli, müəyyən bir kəsişmə düşür və deyir ki, burada daxil olan ədədlərin sayı 4. İndi 4-ü də almır. Bu K kvadratı çıx 8K üstəgəl 24-ü də almır. Arada deyir 4 dənə ədəd var. 4-dən sonra aradakı ədəd 5-dir, 6-dır, 7-dir, 8-dir və sonra gələn 9 olmalıdır. Deməli, bu ifadənin cavabı 9-a bərabər olmalıdır ki, 4 ilə 9-un arasında 4 dənə tam ədəd yerləşir. Düzdür uşaqlar? Bu kvadrat tənliyi həll etmək üçün sağ tərəfdə 0 saxlamalısınız. 9-u keçirdirsiniz bu tərəfə. Və bunu da viyyətlə həll edək. 2 dənə ədədimiz var. Vuranda bu çevrilmiş kvadrat tənliyi olduğu üçün hasil sərbəst həddə. Toplayanda isə ortadakı hədd əmsalının əks işarəsinə bərabər. Bunlar hansı ədədlərdir? 5 və 3 təbii ki, baxan kimi görünür. Belə tapmağı xoşlamayanlar diskriminantla gedib tapa bilər. K-nın hansı ən böyük tam qiymətindir? Uşaqlar, K-nın 2 dənə qiymətini tapdıq 3 və 5. Bizdən böyüyünü soruşduğu üçün cavabımız 5 olacaq. Keçirik 21-ə. M 3-dən böyükdür. Amma bizdə 3M ifadəsi tələb olunur. M 3-dən böyükdürsə, onda gəlin bunu yazıram. M böyükdür 3-dən. 3M deyirsə, bunun hər tərəfini 3-ə vurmalıyıq. Onda 3M böyükdür 9-dan. Sonra deyir, N böyükdür 5-dən. Uşaqlar, bizə 5N lazımdır. Ona görə hər tərəfin 5-ə vuracağım. 5N böyükdür. Bax, bunu da 5-ə vurursunuz. 5-i də 5-ə vurursunuz 25-dən. Sonra K kiçikdir 11-dən. Onda bizə lazımdır mənfi 2K. Baxın, mənfi 2K. Hər tərəfi mənfiyə vururuq. 11-i mənfi 2-yə vuranda mənfi 22 və biz nə dedik? Mənfi ədədə vuran zaman bərabərsizlik işarəsi əksinə dəyişəcək. İndi bunlar 3M fikir verin. Hamısında böyükdür işarəsi oldu və öz işarələri ilə götürüb yazacağım. Yəni müsbət 5N çıxılsın 2K. Elə bir tərəf-tərəfə toplayırsınız. Solları 1 toplayırsınız, sağları da 1. 3, 25, mənfi 22. Deməli, 3M üstəgəl 5N çıxılsın 2K ifadəsi. 3N 25-in cəmi 28, 28-dən 22 çıxanda 6. 6-dan böyükdür. Amma 6-nı almır uşaqlar. 6-dan böyük ədədlərin içində ən kiçiyi neçədir? Deməli, biz hər şeyi düzgün yazdıqmı burada? 11, mənfi 22, ən kiçik tam qiymətini soruşur bizdən. Deməli, M-i 3-ə vuranda 9, N-i 5-ə vuranda, burada vurmamışam axı 3-ə. Bir tərəfi vurmuşam, bir tərəfi vurmamışam. Fikir verin. Bunları 3-ə vuranda bunu 9 yazmalıydım. Bu 9 sonda burada 9 edir. 9 üstəgəl 25, 34. 34-dən də 22 çıxanda 12. Deməli, 12-dən böyük ədədlərin içində ən kiçik qiymət olacaq 13. Deməli, 3-ə vurursunuzsa sağda solda vurmalısınız. 5-ə vurursunuzsa sağda solda vurmalısınız. Mənfi 2-yə vurdursa sağı və solu vurmalısınız. Amma mənfi 2-yə vuranda bərabərsizlik işarəsini əksinə çevirməlisiniz. 22-yə baxaq. M-in qiyməti verilib 3-dən böyük, amma mənə lazımdır 4M. Yazıram 4M. Bunu da 4-ə vurursunuz, bunu da 4-ə vurursunuz. Böyükdür 12-dən.
İndi mənə lazımdır mənfi 5n. Bunu mənfi 5'ə, bunu da mənfi 5'ə vurursunuz. Mənfi 5'in mənfi 25. Amma mənfiyə vuranda bərabərsizlik işarəsini əksinə dəyişəcəksiniz uşaqlar. O olacaq böyükdür. Sonra müsbət 3k. 3k etməkdən ötürü bunların hər iki tərəfini 3'ə vurmalısınız. Müsbət ədədə vuranda bərabərsizlik işarəsi olduğu kimi qalır. Məndən soruşur 4m çıx 5n üstəgəl 3k. Əslində bunların cəmi soruşulur. Və bunu tərəf-tərəfə toplaya bilərsiniz. 12 mənfi 25 33 öz işarələrini götürüb yazırsınız. Yəni 4m çıx 5n üstəgəl 3k ifadəsi 12-dən 25 çıxanda mənfi 13 üstünə də 33 gələndə 20. 20-dən böyük ədədlərdir. 20-dən böyük ədədlərin içində ən kiçik tam qiyməti isə 21 olacaq. Və başlığın sonuncu sualından davam edirik. N böyükdür, bərabərdir 3'dən deyir m'in qiymətlərini tap. Bizə verib ki 2n üstəgəl m bərabərdir 15. Burada n'yi hesablayaq uşaqlar. N'yi hesablamalıyıq. 2n bərabərdir 15 çıx m. N də bərabərdir 15 çıx m bölünsün 2. Düzdürmü? İndi bizə deyir ki n'in qiyməti 3'dən böyükdür. Gətirib n'in tapdığımız qiymətini yazırıq yerinə. Bunu tənliyi necə həll edirdisə, bərabərsizlikdə eyni qayda ilə həll etməlisiniz. Hər tərəfi 2'yə vuraq. Sol tərəfi 2'yə vuranda, gəlin belə yazım hətta, vur 2, vur 2. Müsbət 1'ə də vurduğunuz zaman bərabərsizlik işarəsi olduğu kimi qalacaq. Mənfi m böyükdür, bərabərdir 6'dan 15 çıxanda mənfi 9. İndi bunun hər tərəfində mənfi 1'ə vururuq ki, bu mənfilər geçsin. Amma mənfiyə vurduğunuz zaman bərabərsizlik işarəsini əksinə çevirirsiniz. M kiçik bərabərdir 9'dan. Burada da ən böyük qiymətini soruşur. Yuxarıda ən kiçik yazmışdım. Hə, düz yazmışam. Ən böyük qiyməti 9. 9 və 9'dan kiçik ədədləri ala bilər. Burada 9'u ala bildiyi üçün, bax bu bərabər işarəsi burada onu bildirir ki, həm 9'u həm 9'dan kiçikləri alacaq. Cavabımız olur 9. Belə uşaqlar bugünkü bölməndə bitirdik izahın. Növbəti izahımız bir dəyişənli xətti bərabərsizliklər olacaq. Hələlik özünüzə yaxşı baxın.